Rolls-Royce Rolls-Royce dünyanın ən lüks avtomobil və mühərrik istehsalçılarından biridir. 1906-cı ildə Charles Royce və Henry Royce tərəfindən Böyük Britaniyada təsis edilib. Şirkət premium sinif avtomobillərlə yanaşı aviasiya və dəniz mühərrikləri də istehsal edir. Hazırda Rolls-Royce Motor Cars brendi BMW qrupa məxsusdur və Phantom, Ghost, Wraith, Cullinan, Spectre kimi modellər istehsal edir. Şirkət öz avtomobillərində əl işi ilə hazırlanan lüks interyer, səssiz mühərrik və xüsusi fərdləşmə imkanları ilə tanınır. Rolls-Royce'un ikonik logosu isə iki əsas elementdən ibarətdir. RR monoqramı və Spirit of Ecstasy heykəlciyi. RR monoqramı şirkətin təsisçiləri olan Charles Royce və Henry Royce'un soyadlarının baş hərflərini əks etdirir. Onların əməkdaşlığı və mükəmməlliyi olan ortaq bağlılıqları bu monoqram vasitəsilə vurğulanır. Spirit of Ecstasy heykəlciyi isə 1911-ci ildən bəri Rolls-Royce avtomobillərinin ön hissəsini bəzəyir. Bu heykəlcik sürət, gözəllik və azadlığı təmsil edir. Heykəlciyin dizaynı model Eleanor Thorntonun təsviri əsasında hazırlanmışdı. Bu elementlərlə birlikdə Rolls-Royce lüks keyfiyyətin və mükəmməlliyin dəyərini simvollaşdırır.